Salam, bu videoda sizlərlə birlikdə adi və ono kəsilərdən bəzi sualların izahına baxacağıq. Vaxt itirmədən keçərək suallarımıza. 7-ci suala baxırıq. Ümumiyyətlə sualları hissə-hissə işləməyiniz lazımdır ki, rahat formada ümumi sualı işləyə bilərsiniz. Məsələn, burada 3 bölünsün belə bir şey verilir. Yəni, bunu necə hesab edə bilərsiniz ki? Yəni, ona görə ən xırda hissədən başlayırsınız. Yəni, siz hansı hissəni bölə bilirsinizsə, hansı hissəsi tanış gəlirsə, oradan işləyirsiniz də. Məsələn, yuxarıda 3-ü belə bir ədədində kimi bölmüsünüz, yox. Ona görə bölə bilmirsən. 2-dən belə bir ədəd çıxa bilirsən, yox. 2-ni belə bir ədədə bölə bilirsən, yox. Gəlirəm, görəm 3 çıxılsın 5-də 2. 3-dən 5-də 2 çıxmısınız da, 3-dən 5-də 2 çıxmaq olur. 3-dən 5-də 2 çıxanda baxıram neçə alınır. 3-dən 5-də 2 çıxmaq üçün 3-ü yazırsınız 2-dən 5-də 5. Yəni 5-də 5 də tam ədəddir də. Onu yazırsınız 2-dən 5-də 5 çıxılsın 5-də 2. Burada alınır 2-dən 5-də 3. Sonra gətirib aşağıda artıq 2-dən 5-də 3 tapdım deyə aşağıdakı hissəyə yazırsınız 2-dən 5-də 3. İndi bizə nə alınıb? 2 bölünsün 2-dən 5-də 3. İndi baxaq bu nəyə bərabərdir? İndi onu hesablamalıyıq. 2-ni bölməliyik 2-dən 5-də 3-ə. Kəsrə bölündə nə edirdik? Kəsirin tərsinə vururduq. İndi kəsir tərsini çevirmək üçün birinci bunu daha doğrusu düzgün olmayan kəsiri çevirək, qarışıq kəsiri. Bir kəsiri qarışıq kəsirə necə çeviririk? Daha doğrusu qarışıq kəsiri düzgün olmayan kəsirə necə çeviririk? Tam hissəsini vururuq məxrəcə, əlavə edirik sürətin üzərinə. Yəni 2-ni vurursunuz 5-ə 10, 10-u gəlirsiniz 3-ün üzərinə, olur 13. Yəni olacaq 5-də 13. Bunu yerinə gətirib yazıram 5-də 13. Dedik ki, ədədi kəsirə böləndə kəsirin tərsinə vurursunuz. Yəni burada 2 bölünsün 5-də 13 yerinə 2 vurulsun 13-də 5 yazıram. Ədədi vuranda nə edirsiniz? Kəsirləri bir-birinə vuranda. Tam ədədi kəsirə vuranda sadəcə tam hissəni kəsirin sürətinə vurursunuz. O da olur 13-də 10. İndi alındı 13-də 10. Demək bu hissəni də hesabladıq. Alındı 13-də 10. 2-dən 13-də 10 çıxmalıyam. Yenə 2 çıxılsın. 2-ni yazıram 1 tam 13-də 13 kimi. Bunda çıxanda alınır 1 tam 13-də 3. İndi 1 tam 13-də 13-ü təzədən çeviririk. Düzgün olmayan kəsirə necə çevirirdik? Tam hissəni vururduq məxrəcə, gəlirdik sürətin üzərinə. Tam hissə 1, məxrəc 13-ə vuranda edir 13. 13-ü də burada 3-ün üzərinə əlavə edəndə qalır 16. Demək olur 13-də 16. 13-də 16 oldu. Demək məxrəcdə qalıb bizdə hal-hazırda 13-də 16. 3-ü də 13-də 16-ya böləndə nə edirdik? Ədədi və ya hər hansı bir ədədi kəsirə böləndə kəsirin tərsinə vururuz. Yəni 3-ü 16-da 13-ə böləndə, daha sonra 13-də 16-ya böləndə 16-da 13-ə vurmuş oluruq. 3-ü də 16-da 13-ə vuranda sadəcə dedik ki, tam hissəni kəsirin sürətinə vurmaq lazımdır. 3-ü vurursunuz 13-ə, qalır 39, aşağıda qalır 16. İndi 16-da 39-u görürəm ki, orada 16-da 39 verilməyib, tam hissəyə verib, yəni qarışıq kəsir formasına verilib. Bəs düzgün olmayan kəsiri qarışıq kəsirə necə çevirirsiniz? 39-u bölürsünüz 16-ya, alınır 2, qalıqda nə qalır? 7. 2-ni yazırsınız tam hissəyə, yəni neçə alınır? 2. Yazırsınız tam hissəyə. Qalığı yazırsınız yuxarı, 16-da olduğu kimi qalır aşağıda. Alınır 2 tam 16-da 7. O da görsəz hansı variantdadır? D variantında. İşarəlirsiniz. Sonra növbəti deyək ki, bir suala baxaq. 14. Yəni burada A bərabərdir 7-dirsə, 1-in üzərinə gəlsin, 1 böl A vurulsun. Yəni sadəcə A-nın yerinə 7 yazırıq da. A-nın yerinə 7 yazdım ikisində də. 1-in üzərinə 7-də 1 gələndə, mötərizə daxilində də birinci onu hesablamaq lazımdır. 1-in üzərinə 7-də 1 gələndə olur 1 tam 7-də 1. 1 tam 7-də 1 də qarışıq, sonra vurma var deyə yaxşı olar ki, qarışıq kəsiri düzgün olmayan kəsirə çevirək. Necə çevirirdik? 1-i vururam 7-yə 7. 7-ni də 1-in üzərinə yazıram 8. Sürətdə olur 8, aşağıda olur 7. Bunu vurmalıyam. 1 çıxılsın 7-də 1. 1-dən 7-də 1 çıxanda 1 nəyə bərabərdir? 7-də 7-yə bərabərdir də. 7-də 7-dən 7-də 1 çıxanda qalır 7-də 6.
Demək, solda alındı 7-8, sağda alındı 7-6. Bunları da bir-birinə vururuq. Vuranda nə edirik? Sürəti sürətə, məxrəci məxrəcə vururuq. Aşağıda olur 49, yuxarıda olur 48. Demək, 49-da 48. Onda A variantında da işarələdik, sonra keçdik. Növbəti deyək ki, 16-cı suala. Görürəm deyir ki, bunu hesablayanda 4-dan 5-də 1 olsun. İndi burada nə edə bilərik? Bunu ayıraq hissələrə. Demək, bunu yazıram 2A bölünsün B, üzərinə gəlsin 3B bölünsün B. Yaza bilərik də bu formada. Sadəcə ayırdım kəsirləri. Yəni 2A plus 3B bölünsün B-dənsə 2A bölünsün B, 3B bölünsün B kimi yazdım. Bərabərdir 4-dan 5-də 1. 2A-nı B-yə böləndə bilmirəm nə alınır, saxlayıram. 3B-ni B-yə böləndə B-lər ixtisar gedir, qalır 3. Demək 2A plus 2A bölünsün B, üzərinə gəlsin 3, bərabərdir 4-dan 5-də 1. İndi buradan 2A bölünsün B nəyə bərabər olur? 3-ü atıram, bərabərliyin digər tərəfinə. Bərabərliyin solunda müsbətdirsə, sağında mənfi olmalıdır. İşarə əksinə dəyişir. 4-dan 5-də 1 çıxılsın 3. Tam hissədən sadəcə tam hissəni çıxırsınızsa çıxa bilirsiniz. Orada da 2A bölünsün B bərabər olur 1/5-də 1. 1/5-də 1 nəyə bərabərdir? 5-6-ya. Onu da bayaq artıq hesablama yolunu dedik. İndi 5-6-ya bərabər oldu. 2A bölünsün B bərabərdirsə 5-6-ya. Onda deyirəm burada A nəyə bərabər olsun? Yəni daha doğrusu A bölünsün B deyək nəyə bərabər olar? Bu kəsiri 2-yə böldüm. A bölünsün B-ni aldımsa, bunu da 2-yə bölürəm. Ya da digərindən deyək ki, soldakının sürətini 2-yə böldürsə, sağdakının da sürətini 2-yə bölün. Bərabər olacaq. A bölünsün B bərabər olacaq 5-də 3-ə. İndi A bölünsün B 5-də 3-dürsə, B bölünsün A bu nədir? Bunun tərsi. B bölünsün A da bərabər olacaq. Yenə sağdakı kəsiri tərsini çevirirəm. 3-də 5-ə. İndi 3-də 5 tapdıq, görün variantlarda 3-də 5 yoxdur. Yəni nə etmək lazımdır? 3-də 5-i gəlmək lazımdır qarışıq kəsirə. Olacaq 1/3-də 2. O da görürsünüz. C variantındadır. İşarələdim, keçdim. Başqa bir suala 20-yə. Deyir, x-in yerinə 21 yaz. X-in yerinə 21 yaz. 21 bölü 7 nəyə bərabərdir? 21 bölü 7 bərabərdir 3-ə. Demək, 3 çıxılsın 4. Vurulsun. 21 3-ə bölünsə eləyir 7. 7 çıxılsın 8. 3-dən 4 çıxıram, -1. 7-dən 8 çıxıram, -1. -1-i -1 vuranda. Tam hissələri, yəni ədədin o dəyərli olan hissəsi, ədəd olan hissəsini bir-birinə vuruşuz eləyir 1. İndi baxıram, bəs işarəsi nədir? Mənfidir yoxsa müsbət? 2 dənə mənfi varsa, cüt sayda mənfi ədədi bir-birinə vuranda, yəni 2 dənə cüt sayda və ya 4 dənə mənfi bir-birinə vursaydıq. Cüt sayda mənfi ədədi bir-birinə vuranda işarə müsbət olur. Ona görə -1-i -1 vuranda olur müsbət 1. Müsbət 1 də görürəm D variantındadır. Ona görə cavab olaraq D variantını götürürük. Sonra baxaq. 24. Artıq daha sürətli hesablama başlayaq. Tam hissəni, kəsr hissəni toplayanda elə sadəcə olur 2/5-də 3. Sadəcə yəni yan-bana yazırsınız. 1/5-də 2 olur. 1/5-də 2. İndi bunları bir-birinə bölməsi üçün nə etmək lazımdır? Birinci bunları çevirək yenə düzgün olmayan kəsirə. Yəni 2-ni vururam 5-ə, üstünə 3 gəlirəm. Olur 13. Məxrəcdə qalır olduğu kimi yerində. Burada da götürüb 1-i 5-ə vurub üstünə 2 gəlirəm. 7 məxrəcdə qalır yerində. Demək 13-də 5-i bölməliyəm. Daha doğrusu 5-də 13-ü bölməliyəm 5-də 7-yə. Nə edirik? Böləndə tərsinə vururuq demişdik. Burada 5-də ixtisar gedir, qalır 7-də 13. Demək burada hesabladıq qaldı 7-də 13. 7-də 13 bölünsün 4 çıxılsın 7-də 2. 4-dən 7-də 2 çıxanda 4 bərabərdir 3/7-də 7-yə. 7-də 7-dən 7-2-ni çıxırsa qalır 7-də 5. 3 tamda olduğu kimi yerində. Demək 3/7-də 5. Nə olur? 3/7-də 5. 3/7-də 5-dirsə bunu da çevirək yenə düzgün olmayan kəsrə. 3 dəfə 7 21, üstünə 5 gəlirəm 26. Demək sürətdə olur 26, məxrəcdə də dəymirik. 7-də 13-ü 7-də 26-ya bölmək üçün 7-də 26-nın tərsinə vurmalıyam, düzdür?
26-da 7-yə vurmalıyam. Burada 7 ilə 7 ixtisar gedir. Qalır 26-da 13. 26-da 13-ü də 13-ə ixtisar etsəz qalır 2-də 1. 2-də 1 də nədir? 0,5. Sonra baxaq 28-ə. Birinci yuxarını toplayaq. Toplamaq üçün ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəc burada 0,9. Burada 0,9-a gətirsək, demək alınacaq 0,9. Ortaq məxrəcə nə gətirirəm? Bunu 3-ə vurmalıyam ki, 0,9 olsun, düzdür? Demək, sürətini də 3-ə vurmalıyam. Hətta ortaq məxrəcə 0,9 yox, 1,8 gətirək. Burada da rahat olsun deyə. Bunu 1,8 olaraq ortaq məxrəc gətirdik. Hətta istəyirsiniz ədəd olaraq gətirək. Sizə sonra bölmə rahat olsun. Neçəyə gətirək? 9-a gətirək. İndi bunu 0,3 neçəyə vursaq 9 olar. 9-u bölürsək 0,3-ə, görsəz edir 30. Demək, ortaq məxrəci 9 gətirdim deyə bunların hamısına. İndi 0,3-ü 30-a vuranda 9 edirsə, onun sürətini də 1-i də 30-a vurmalıyam. 0,6-nı 15-ə vuranda 9 edirsə, 2-ni də 15-ə vurmalıyam. Bu da edir 30. 0,9-u 10-a vuranda 9 edirsə, 3-ü də 10-a vurmalıyam. Bu da edir 30. Yəni, burada alınır 90 bölünsün 9. Bu da alınır 10. Demək, birinci elədi 10. Yuxarı hissədə 10 aldıq. Yuxarı yazıram 10. Aşağı baxıram. Bunu da ortaq məxrəcə gətirməliyik. Deyək ki, neçəyə? 12-yə gətirək. 12-yə gətirmək üçün aşağını 30-a vurmalıyam, yuxarını da 30-a vurmalıyam. 12-də yuxarıda olur 30. Sonra bunu 10-a vurmalıyamsa, yuxarını da 10-a vurmalıyam. Yenə 30. Bunu görürəm. 15-ə vurmalıyamsa, buranı da 15-ə vurmalıyam. Bu da edir 30. Yəni, bu da alınır 90 bölü 12. 90-ı da 12-yə böləndə neçə alınır? 7,5. Düzdür? Və ya hesablamaya edə bilərdiniz. Necə edə bilərdiniz? Burada tapmışam 90 bölünsün 9. Aşağıda da tapıram 90 bölünsün 12. Kəsirləri bir-birinə böləndə nə edirik? Əksinə vururuq. Düzdür? Yəni 9-da 90 vurulsun 90-da 12. 90-lar ixtisar gedir. 12 ilə də 9 ixtisar gedir. Birində 3 qalır, birində 4. Yəni cavab olur 3-də 4. 3-də 4 də nədir? 1,3-də 1. 29-a. İndi bu tip suallarda nə edirik? Bu tip suallarda görürsünüz ki, burada 3 nöqtə onu bildirir ki, sonsuza kimi davam edir. İndi bu sonsuza kimi bu formada, yəni 5 plus məxrəcdə 6, yuxarıda yenə 5 plus məxrəcdə 6, yuxarıda yenə 5 plus məxrəcdə 6. Yəni bu formada gedir. Sizə burada görürsünüz ki, bu nə qədər davam edəsiniz eləyər də. Bizə lazımdır dövr eləyən hissəsi haradır? Görürsünüz hamısında 5 plus məxrəcdə 6. Bu hissə var. Və növbəti hissə ancaq bu formada davam edir. Yenə 5 plus məxrəcdə 6, 5 plus məxrəcdə 6. Yəni bu formada dövr bundan ibarətdir. 5 plus məxrəcdə 6. İndi bu formada gedirsə, biz onda deyirik ki, mən buradan 5 plus 6-nı çıxarsam. Yəni bu 5 plus 6-nı saxlasam. Yenə dövr bu formadadır da. 5 plus məxrəcdə 6, 5 plus məxrəcdə 6. Yəni yenə bu formada gedir. Bu yenə bu formada gedirsə, yenə görürsünüz də eyni şeydir. Bu 5-i biraz yuxarı yazaq. Yenə görürsünüz ki, eyni şeydir. 5 plus məxrəcdə 6 bu formada dövr gedir. Və bu sonsuz saydadır deyə. İndi işarələdiyimiz hissələr ki var. Məsələn, burada 5 plus məxrəcdə 6, burada da 5 plus məxrəcdə 6. Bu ikisi də sonsuz sayda davam edir. Bunlar bir-birinə bərabərdir. Yəni deyə bilərsiniz ki, bu necə olur? Bu hissəni çıxardıq. Yəni bir dənə 5 plus məxrəcdə 6 hissəsini oradan çıxardıq. Bunlar bir-birinə bərabər oldu. Hə, bərabərdir. Niyə? Çünki orada sonsuz sayda dövr olur. Yəni sonsuzdan 1 çıxanda yenə sonsuzluq qalır. Ona görə deyirik ki, həmin hissə deyək x. Məsələn, bu hissənin ümumi bizə verilən ilkin hissəyə deyək x. X bərabərdir. Növbəti işarələdiyimiz hissə ki var. Yəni onu təzədən göstərək sizə. Başqa rənglə. Növbəti işarələdiyimiz hissə ki var. Buna nə deyirik x. Ona görə olur x
bərabərdir 5 plus, yəni dövr eləyən hissə qalır. Məxrəcdə 6, yuxarıda x. Yəni belə deyək, buradan dövr eləməyən hissəni çıxarırsınız və ya hamısı dövr edirsə, sizə lazım olan bir dənə bu formada hissəni çıxarırsınız, qalan dövr eləyən hissələri bir-birinə bərabər edirsiniz. Dövr eləyən hissə ikisinə də yazdım x. Biri oldu nəticə hissəsində, biri də oldu deyək ki, sürətdə. Ondan sonra çox rahatdır da. Əgər x bərabərdirsə 5 plus 6 da x. Sonra oradan yerlərini dəyişəndə x bərabər olur. Daha doğrusu x çıxılsın 5, yəni 5 o tərəfə atanda x çıxılsın 5 bərabər olur x böl 6-ya. Sonra 6-nı da digər tərəfə atanda alınır 6x çıxılsın 30 bərabərdir x. X-i də digər tərəfə ataq, 30-un yerini dəyişək. Burada da alınacaq 5x bərabərdir 30-a, x də bərabər olacaq 6-ya. Və elə ilkin vəziyyətdən də buradan düşünə bilərdiniz ki, x-in yerinə 6 qoyanda bərabərlik ödənir. Yəni dedik, nə edirik? Bir dənə təzədən qaydaq. Cavabı burada 6 tapdıq, amma əvvəldə qaydaq bir dənə baxaq necə olur. Dedik ki, burada bu formada dövrlər var, sonsuz sayda. Ona görə buradan 5-in 6-ını çıxarırsınız. Yəni, bu hissəni çıxarsaq, yenə yerdə qalan bu formada sonsuz sayda dövrlər olur. Həmin o sonsuz sayda dövrlər edirəm x. Ona görə burada yazıram ki, bu hissəyə həmin o sonsuz sayda dövrlər edirəm x. Alındı 5 plus 6 da x bərabərdir nəyə? Yenə x-ə. Çünki bizim bu ümumi verilən hissə də həmin o sonsuz sayda dövrlərdən, yəni x-dən ibarətdir. O da bərabər olur x-ə. 5 plus 6 da x bərabərdirsə x-ə, bu formada qoyub hesablayırsınız. Orada cavab olur 6. Ondan sonra baxaq 30-cu suala, yenə o formada sualdır. Yenə eyni sualdır, sadəcə burada məhsul yerinə deyək ki, nəticə hissəsinə qoymayıblar. Cəmi hissəsinə qoymayıblar, məxrəcdə qoyublar. Yenə eyni şeydir. Burada görürsünüz ki, bu ümumi bu formada, yəni 2 üzərinə yansın məxrəcdə x, 2 üzərinə yansın məxrəcdə x. Bu formada sonsuz sayda davam edir və 3-ə bərabərdir. Ona görə burada da sürətli olan, yenə eyni formada davam edən hissə ki var. Bu da bərabər olmalıdır 3-ə. Yəni, bu sürətli ümumi olan qiymət olur 3. Yəni, hər şeyi oradan silərsiniz, qalır 3. 2 üzərinə yansın, x də 3 əgər 3-ə bərabərdirsə, deyirik 3 bölünsün x bərabər olur 1-ə, x də olur elə 3. Ona görə burada x də olur 3. Yəni, cavab olur B variantı. İşarələyirsiniz, bu tip sualda bildik. Sonra keçirik 33-cü suala. 33-cü sualda görürük ki, bunu toplayanda 1 tam 2-də 1 düzdür. Yəni 2-də 2 üzərinə yansın 2-də 1. Olur 2-də 3. Vurulsun. Bunu toplayanda olur 3-də 4. Bunu toplayanda 4-də 5. Yəni formada gedir. Axırda da alınır 18-də 19. Vurulsun 19-da 20. Vurulsun 20-də 21. İndi bu formada baxırıq. Fikir versəz, yəni bu aralarında da hamısı var da. Bütün ədədlər var. Məsələn 5-də 6, 6-da 7, 7-də 8. Bu formada hamısı var. İndi fikir versəz, birincinin sürətinə ikincinin məxrəci, ikincinin sürətinə üçüncünün məxrəci, üçüncünün sürətinə dördüncünün məxrəci. Bu formada hamısı ixtisar olunur. Sonra gəlir 17-də 18-in sürəti ilə 18-də 19-un məxrəci. Burada 19, burada 19, 20, 20. Bunlar hamısı ixtisar gedir. Və nəticədə bizə nə qalır? Məxrəcdə qalır 2, sürətdə qalır 21. O da görürsünüz hansı variantdadır? D variantında. İşarələyirik, sonra keçirik növbəti bir suala. Məsələn 40-ca. Deyir, bunları müqayisə edin. İndi müqayisə etmək üçün baxırıq nə edə bilərik. Gətirirəm. Ortaq məxrəci gətirə bilərsiniz hamısını. Sadəcə ortaq məxrəci biraz nisbətən böyük ədəd alınacaq, amma gətirə də bilərsiniz, bir problem yoxdur. Elə ən rahat forması odur. Məsələn, ortaq məxrəci gətirirsiniz. Bu üçünün ortaq məxrəci, yəni əkobı neçədir? 56. Üçünü ortaq məxrəci gətirmək üçün, yəni əkobı tapmaq üçün 3 ədədin
Əkovun tapılması üçün maraqlı bir yol var. Onu da sizə buradan bildirirəm. Məsələn, 3 ədədin 3-ünü də yazırıq. 3-ünü bir yerdə vurğulara ayırırıq. Sadə vurğulara bir yerdə ayırırıq. Məsələn, baxıram buraların hər hansı biri ən kiçik, yəni normalda vurğuları necəsiniz? 2-yə bölürsünüz, sonra 2-yə bölünmürsə 3-ə bölürsünüz, 3-ə bölünmürsə 5-ə bölürsünüz. Yəni sadə bölənlərə bölürsünüz də. İndi burada baxıram 2-yə bölünən var, hə. Yazdım 2. Görürəm 7 2-yə bölünmür, qalır 7. 8 2-yə bölünəndə qalır 4. 14 2-yə bölündü, qalır 7. Sonra baxıram yenə 2-yə bölünür. Bölünməyənləri olduğu kimi saxlayıram, bölünənləri bölürəm. Yenə 2-yə bölünür, hər hansı bir yəni bölünür də. 7 1 7. 1-ə çatanlarda daha saxlaya bilərsiniz, onlara baxmağa ehtiyac yox. Sonra baxıram 2-yə bölünmür. Nəyə bölünürlər? 7-yə. Sonra 7 yazıram, burada alınır 1 1 1. İndi sonra bütün hər şeyi tapandan sonra buradan əkobla əbobu necə tapırıq? Sağ tərəfdə olan hamısını bir-birinə vurursunuz, olur əkob. Yəni 2 vur 2 vur 2 vur 7. 56. Bu oldu əkobları. Bəs əbob nəyə bərabərdir? Əbobların tapmaq üçün baxıram ki, biz hansı ədədə böləndə bunlardan 3 dənədən 3-ü də bölünüb. Görəm birinci 2-yə böləndə 8 ilə 14 bölünüb, 7 bölünməyib. İkinci 2-yə də böləndə ancaq ortadakı bölünüb. Üçüncü 2-yə də böləndə ancaq ortadakı bölünüb. Bu 7-yə də böləndə birinci ilə üçüncü bölünüb, amma ortadakı bölünməyib. Yəni heç birində 3 dənəsinin 3-ü də bölünməyib. Ona görə bunların əbobu yoxdur. Əbobu 1-dir. İndi ondan sonra nə edirik? Ondan sonra deyib bunları orta məxrəcə gətirməliyik. Gətirmədən də tapa bilərik, amma gətirək. İndi bunları orta məxrəcə gətirəndə, hətta gətirmədən tapaq, sonra onsuz normalda gətirib baxırıq da. İndi deyək ki, qəribə ədədlər olsa, gətirmədən də məntiq düşüncələrini tapa bilməliyik. Məsələn, 7 3 görürsünüz ki, 14 6-ya bərabərdir. Niyə? Məsələn, bunları 2-yə vururam. A-nı vururam 2-yə və 14-də 6 deyil, ixtisar edək bunu. Bunu ixtisar edirəm, qalır 7-də 3, 2-yə ixtisar edəndə. Sonra görürəm ki, A da 7-də 3-dür, C də 7-də 3-dür. Demək, A ilə C bir-birinə bərabər olmalıdır. Qalır C ilə D variantları. İndi A ilə C birinə bərabər olmalıdır, C ilə D qalır. Bir də B ilə onları müqayisə edək də. Görürük ki, ikisində də sürət bərabərdir. Məsələn, A ilə B-də. İkisinin də sürəti 3-ə bərabərdir. Amma birinin məxrəci 7-dir, birinin məxrəci 8-dir. Belə olan halda məxrəci kiçik olan böyük olur. Yəni sürətlər bərabər olanda məxrəci kiçik olan böyük olur. Yəni A daha böyükdür. Yəni, A ilə C bir-birinə bərabərdir və B-dən böyükdür. Yəni cavab olur C variantı. Bunda necə düşünə bilərik? Bu bölmə işarəsidir bu. Əgər problem yaşayacaqsa, bu kəsr işarəsi bölmə işarəsidir. Yəni bu nə deməkdir? Belə düşünə bilərsiniz ki, sizin 3 dənə tortunuz var. Bunun 7 nəfər yeyəndə adama çox düşər, yoxsa 8 nəfər yeyəndə adama çox düşər? Hər halda 7 nəfər yesəz adama daha çox düşər də. Ona görə 3 bölünsün 7. Yəni 7-də 3, 3 bölünsün 8. 8 3-dən daha böyükdür. Yəni daha çox düşür. Yəni o formada düşünə bilərsiniz. Yəni normal bölmədə də 3 7-yə böləndə hər halda daha böyük ədəd alınır. Yəni 3-ü daha çox hissəyə böləndə. Və ya onu öz üçün aydınlaşdırmaq üçün kiçik ədədlər götürə bilərsiniz. Məsələn, götürərsiniz ki, 2-də 1, 3-də 1. Sürətləri bərabərdir. Bunların hansı böyükdür? Əlbəttə 2-də 1 böyükdür. Və ya daha fərqli ədədlər götürə bilərsiniz. Məsələn, 2-də 1, 5-də 1. Baxıram ki, sürətləri bərabərdir. Hər halda 2-də 1 böyükdür. Çünki 2-də 1 0,5-dir. 5-də 1 0,2-dir. Yəni yaddan çıxanda özünüzdən daha kiçik ədədlər, yəni qaydaya uyğun. Bilirsiniz ki, belə bir qayda var. Sürətlər bərabər olanda məxrəcin müqayisə olunması və ya məxrəclər bərabər olanda müqayisə olunması, kəsirlərin müqayisə olunması. Ona görə yadınızdan çıxanda o qaydanı ödəyən daha kiçik ədədlər götürün. Real bildiyiniz ədədlər ki, bunlardan hansı böyükdür. Yəni o ədədlər götürün, ona uyğun baxın. Sonra baxaq başqa suala 45-ə. Bunları ayıraq. Yerinə əl qoyub baxa bilərsən, amma ehtiyac yoxdur hələ ki, çünki bir neçə ədəd ola bilər. Bunları ayıraq. Və qalır 4 bölü A. A-da 4, üzərinə yensin 2A bölünsün A. 2A-nı A-ya böləndə, yəni bu formada ayırıq da 2A bölünsün A. 2A-nı A-ya böləndə 2 qalır. Yazıram 2. Üzərinə yensin
6 böl B. Üzərinə yazsın B böl B. Elə B-ni də B böləndə 1 qalır. Yazıram 1. Deyir bu nəyə bərabərdir? Ondan sonra görürəm ki 2 bölünsün A. Burada da 4 bölünsün A. Onun 2 qatıdır da. Onu öyle yaza bilərəm orada. 2 vurulsun 2 böl A. Yəni 4 bölən yanına yazdım. 2 vurulsun 2 böl A. 6 böl B'nin yerine yazıram. 2 vurulsun 3 böl B. Ondan sonra bunu hesablayıram. 1 ilə 2 ilə 1'i toplayıram olur 3. 3 üzərinə yansın 2 vurulsun 2 böl A. Bir də üzərinə yansın. Bu vurmadı. Bir də üzərinə yansın 2 vurulsun 3 böl B. Sonra burada nə edə bilərik? İkiləri, yəni vurma olan ikiləri mötərizə xaricdən çıxaracam. 3 üzərinə yansın 2 vurulsun 2 böl A. Üzərinə yansın 3 böl B. Bərabərdir 7'ye. Artıq siz buradan görürsünüz də 2 böl A üzərinə yansın 3 böl B 7'ye bərabərdir. Daha doğrusu 7 yox, sual işarəsində burada bərabər olmalıdır. Yuxarıdan görürük ki 2 böl A üzərinə yansın 3 böl B bərabərdir 7'ye. Həmin bu ifadənin yerinə 7 yazıram. Mötərizənin daxilindəki. Tamamilə eynidir deyə. Ondan sonra çox rahat olur da 3 üzərinə yansın 2 dəfə 7, yəni 14. Cavab da olur 17. Başqa cürdə bəlkə yerinə ədəd qoyub yoxlaya bilərdiniz. Amma ehtiyac yoxdur. Məsələn, ədəd neçə qoya bilərdik? Məsələn, B-nin yerinə qoya bilərdik 0,5, A-nın yerinə 2. Baxın, yerinə ədəd qoymaq alınırmı? Bu formada qoyanda 7'ye bərabər olur. Burada yerinə qoyuruq 4 üzərinə yansın 2 dəfə 2. 4 bölünsün 2. Burada alınırdı 8 bölü 2 4. Digər tərəfə baxıram 6 üzərinə yansın 0,5 bölünsün 0,5. Demək 6,5'i də 0,5'e böləndə burada da alınırdı 13. 4 13'də toplayıram 17. Yəni yeni ədəd qoyub da gördünüz ki yaza bilərdiniz, bir problem yoxdur. Sonra başqa suala baxaq. 59'a baxaq. Bir hansı ədədin 12'də 11 hissəsinin üzərinə 9 gəlsəydi cavab 97 olar. Yəni hissə baxaq da. Tənli kim yaza bilərsiniz? Məsələn 12'də 11x üzərinə yansın 9 bərabərdir 97. Sonra 12'də 11x bərabərdir 9'u digər tərəfə keçəndə müsbətdir deyə indi. Bərabərliyin digər tərəfinə keçəndə mənfi olur. 97 çıxıb 9. 97'dən də 9 çıxanda nə qalır? 88. İndi 12'də 11x bərabərdir 88'ə. Sonra bunu həlləmək üçün nə edirik? 11x saxlayıram burada. 12 burada bölmədir. Bərabərliyin digər tərəfinə atanda olacaq vurma. 11x bərabərdir 88 vurulsun 12. Burada artıq ixtisar edə bilərsiniz. 88 ilə 11'i ixtisar edirəm. Burada qalır 1, burada qalır 8. X bərabərdir 8 vur 12. 8'i də 12'ye vuranda alınır 96. Demək x bərabərdir 96. Bunu da bildik. Sonra baxaq deyək 62-ci suala. İndi burada baxırıq. Yenə bayaqki sual kimidir. 2'də 3'dür. Yəni 1,2'də 1, 2'də 3'dür də. Sonra 3'də 4'dür. 4'də 5'dir. Yəni bu formada vurur. Sonra 5'də 6, 6'da 7. Bu formada vurur. Gəlir sonra ən son alınır 2'də 53. Biz burada bilirik ki, yenə bu formada ixtisarlar getməlidir. Gəlib burada almalı 2'də 53. Demək ən sonuncunun sürəti olmalıdır 53. Ona görə məxrəcdə olur. Ondan bir balaca kiçik 52. Bizə nə istəyir? N istəyir, düzdür? İndi bunun məxrəcinin 52 olması üçün n plus 1 də n plus 1 bərabərdir 52, n bərabərdir 51. Demək n orada olmalıdır 51. Bu kəsrin 52'də 53 olması üçün. Onu da hardan bildik? Dedik ki, bu formada ixtisar gedir. Yuxarıda artıq izah məxrəcdə birincinin məxrəci qalır, sürətdə də sonuncunun sürəti qalır. Yəni sonuncunun sürəti burada 53 olmalıdır. Bunun 53 olması üçün məxrəc 52 olmalıdır. Hardan bilirik? Yəni ehtiyac yoxdur, sadəcə hər dəfə görürsünüz ki, məxrəc sürətdən bir var kiçikdir, oradan bilirsiniz. Yəni bir də hesablamağa ehtiyac yoxdur.
Bilirsiniz ki n plus 1 olmalıdır 52, ona göre n olmalıdır 51. Sonra 63'e baxaq. Necə hesablamalıyıq? Sadəcə hesablayırıq da. Demək 2-dən çıxırıq 3-də 2-ni. 2 özü nəyə bərabərdir? 1 tam 3-də 3. 1 tam 3-də 3-dən 3-də 2-ni çıxırıq. Qalır 1 tam 3-də 1 və ya 1-i vururam 3-ə, üzərinə 1 gəlirəm. 3-də 4. Yuxarıda qaldı 3-də 4. Aşağıda baxıram. Elə toplayırsınız. Normal olaraq olur 2 tam 3-də 2. Şimdi 2 tam 3'də 2 nəyə bərabərdir? 2 vurulsun 3, üzərinə yansın 2. 3'də 8. Şimdi 3'də 4'ü 3'də 8'ə bölməliyəm. Biz də demişik ki, böləndə kəsirin əksinə vururuq. Tərsinə daha doğrusu vururuq. 3'də 4 vurulsun 8'də 3. Yəni 3'də 8'ə bölmüşdüm, 8'də 3'ə vururam. 3'dən 3 ixtisar gedir, qalır 8'də 4. 8'də 4 də bərabərdir 2'də 1'ə. İxtisar eləndə. Burada da cavab olur B variantı. Sonra 64'e baxırıq. Yenə bayaqki dediyimiz kimidir. Bunu toplayıram 1 tam 4'də 1. Düzgün olmayan kəsir isə olur 4'də 5. Sonra 4'də 5 vurulsun 5'də 6. Vurulsun 6'da 7. Vurulsun 7'də 8. Bu formada gedir. Axırda olacaq 23'də 24. Belə olanda nə gedir? Birincinin sürəti ikinci məxrəci. Yəni, bu formada ixtisar gedir deyə ən sonda yazılır. Burada 23 ixtisar gedəcək. Birincinin məxrəci qalacaq, axırıncının sürəti qalacaq. Yəni 24 bölünsün 4 qalacaq. 24'ü də 4'ə böləndə alınır 6. 65'ə baxaq. Burada da bunları toplamalıyıq. Toplamaq üçün neyini? Ortaq məxrəcə gətirək də. Yuxarıdakını ortaq məxrəcə gətirəndə 21 ilə onun ortaq məxrəci olar 210. İndi 210 olanda onu 210 eləmək üçün məxrəcinə 21'ə vurmuşuq. Sürətini də 21'ə vurmalıyam. Olar 63. 21'i 10'a vurmuşamsa 4'ü də 10'a vuraram. Olar 40. Yəni yuxarıda qalacaq 210'da 103. Bir də aşağı baxaq. 14 ilə 15'i də ortaq məxrəci gətirməliyəm. Qarşılıqlı sadə ədədlərdir bunlar da. Ona görə ortaq məxrəc gətirmək üçün bir-birinə vurmalıyam. 14'ü 15'ə vuranda burada deyilir 210. Yəni hasilləri də belə deyək. Əkobları hasilləri də onları bir-birinə vurduq. Sonra 14'ü 15'ə vurub 210 eləmişəm deyə həmin sürətini də 5'i də 15'ə vurmalıyam. Olacaq 75. 7'ni 14'ə vurmuşam deyə, daha doğrusu 15'i 14'ə vurmuşam deyə məxrəcini. Eyni kəsirin sürətini də eyni ədədə vurmalıyam. Yəni çünki başqa cür olmaz da. Eyni bir kəsirin sürət və məxrəcini yalnız eyni bir ədədə vurub bölmək olur. Onu 7'ni 14'ə vuranda olur 98. İndi bunu da toplayırıq. Olur 210'da 173. Kəsir böləndə demişik ki, tərsinə vurmaq lazımdır da. Demək 210'da 103'ü əgər 210'da 173'ə bölürəmsə, onun tərsinə vururam. Tərsində nə edirsə, sadəcə sürətlə kəsirin yerini dəyişirsə, tərsini tapmaq üçün. Sonra vurmada bilirəm ki, ixtisar apara bilərəm. 210'lar ixtisar gedir. Qalır 173'də 103. O da görürsünüz haradadır? B variantında. Bunu da işarələyirsiniz. Sonra keçirik növbəti bir suala. Məsələn 70'ə. Samir A məntəqəsindən B məntəqəsinə getməlidir. O yolun 7'də 2'sini getdikdən sonra istirahət edir. İstirahətdən sonra 90 metr gedib yolun yarısına çatır. A məntəqəsi ilə B məntəqəsi arasında məsafəni tapın. İndi birinci bilək ki, yolun yarısı haradır? Çünki deyir 7'də 2'sini gedir. 7'də 2x. Sonra istirahət edir. Sonra yenə 90 metr gedir. Çatır yolun yarısına. Yolun yarısı nədir? 2'də 1 x yaza bilərsiniz. 2'də 1 x yazaq kifayətdir. Sonra bunu hesablayaq. İndi baxıram, necə hesablaya bilərəm. Birinci bunları ortaq məxrəcə gətirək. X olanları, çünki gətirməsək hesablamaq olmaz. Ortaq məxrəci 7 ilə 2 üçün 14. Demək 14'də, bunu 14'ə gətirdimsə sürətini də eyni ədədə vurmalıyam da. 2'yə vurmuşdum deyə. Ya da belə elə bilərsiniz. 14'ü bölərsiniz 7'yə 2. 2'ni də vurarsınız 2'yə. Ya da 7'ni neçəyə vurdum 14 olması üçün 2. 2'ni də 2'yə vurmalıyam, olmalıdır 4 yazmalıyam sürətini.
14'də 14 x-in üzərinə 90 gələndə bərabər olur. Bunu da 14-ə gətiririk. 14-də 7x-ə. İndi x-ləri bir tərəfə atıram. Ədəd qalsın solda. 90 qalır sol tərəfdə. 14-də 4x-i sağ tərəfə atanda solda müsbətdir deyə sağda mənfi olmalıdır. Edir 17-də 14-də 7x. O yerində qalıb deyə onun işarəsindən işimiz yoxdur. Çıxılsın 14-də 4x. Burada da anlar ki 90 bərabərdir 14-də 3x. Sonra nə edirik? Sonra 14 burada bölmədir. Atıram bərabərliyin digər tərəfinə olur vurma. 90 vurulsun 14 bərabərdir 3x-ə. Burada 3 ilə 90 x-lar gedir. Qalır 30. 30-u da 14-ə vuranda x-i tapırıq. Yəni olur x bərabərdir 420-yə. Ona görə orada da cavab olur D variantı. Onu da işarələyirik, keçirik növbəti bir suala. Deyək ki 84-ə. Sonra 84-ü görürük necə həll edə bilərik. Birinci görürük ki, mötərizə daxili həll olmalıdır, düzdür, amma mötərizə daxilini həll edə bilmirik. Mötərizəni açmaq lazımdır. Necə açıram? Görürəm mötərizənin qabağında mənfi var. Mötərizənin qabağında mənfi varsa, mötərizənin daxilindəki hər bir ədəd olsun, hədd olsun, hər bir dəyişən olsun, işarəsi əksinə dəyişir. İndi baxıram, bu hissə qalır olduğu kimi 3-dən 1000-də 156. Olduğu kimi yazdıq. Görürəm x burada müsbətdir hal-hazırda. Yəni qabağında x-in sol tərəfində birbaşa mötərizənin daxilində bir şey görürsünüz? Yox. Yəni mötərizənin xaricində yox. Mötərizənin daxilində x-in düz qabağında bir şey görürsünüz? Görmürsünüz. Görmürsünüzsə müsbətdir deməkdir. İndi x müsbətdir, yəni x-in solunda müsbət işarəsi var. Mötərizənin qabağında amma mənfi var. Yəni tək sayda mənfi ədəd var deyə x artıq işarəsini dəyişməlidir. X olmalıdır mənfi. Yəni çıxılsın x. X-in sol tərəfində çıxma işarəsi yazıram. Sonra görürəm 5-dən 1149-un qabağında hal-hazırda mənfi işarəsi var. Mötərizənin daxilində mənfi olduğu üçün o da əksinə dəyişəcək. O da olacaq müsbət. Üzərinə gəlsin 5-dən 1149 və bərabərdir bu da 0-dan 1316-ya. Ondan sonra nə edirik? Ədədləri atırıq digər tərəfə. X qalır yerində. Və ya nə edək? X-in qabağında mənfi işarəsi var da, onu düzəltmək üçün x ataq sağ tərəfə, 0-dan 1316-nı da ataq sol tərəfə. İndi 3-dən 1156 yerində qalır. 5-dən 1149 da qalır yerində. Hər bir ədədi sağa sürüşdürəndə, sola sürüşdürəndə və ya yerini dəyişəndə yatacaq linki həmişə qabağında, yəni düz həmin işarəsinin solunda olan hissəyə baxırıq. Məsələn, burada solunda heç nə yoxdur deyə müsbətdir. 5 tam olanın solunda müsbət var deyə hara sürüşdürürsünüz, müsbət ondan gəlir. Sonra x-in solunda mənfi var. Yəni həmişə yatacaq linki hər bir ədədin solundakı o çıxma olsun, müsbət olsun və heç nə verilməsə müsbət olur. O işarələr həmin ədədə aiddir. Məsələn, bu çıxma işarəsi bu x-indir. X hara getsə onunla gəlməlidir. Bu müsbət işarəsi bu 5 tam olanındır. Hara getsə onunla gəlməlidir. İndi ona uyğun dedik ki, bu 0-dan 1316-nı bərabərliyin sol tərəfinə atmalıyam. Hal-hazırda bunun qabağında heç nə işarə yoxdur. Demək müsbətdir. Bərabərliyin əks tərəfinə keçəndə işarə dəyişir. Olur mənfi. Olur mənfi 316. Bu da bərabərdir. Burada x-in qabağında mənfi var, düzdür? Digər tərəfə keçəndə işarə əksinə dəyişir. Olacaq x. İndi sol tərəfi hesablamalıyam sadəcə. İndi sol tərəfi hesablayanda görürük neçə alınır. Birinci edir 8-dan 1305 çıxılsın 0-dan 1316 bərabərdir x. Bunu da hesablayanda bərabər olur 7-dan 989 bərabərdir x-ə. İndi bizə deyir ki, tənliyin kökü, yəni x. X nəyə bərabər oldu? 7-dan 1989-a. Bir hansı iki natural ədədin arasında yerləşir? 7-dan 1989 hansı iki natural ədədin arasında yerləşir? 7-dən böyükdür, düzdür, 8-dən də balacadır. Yəni 2 dənə qonşu natural ədəd olmalıdır da. 7 ilə 8. Demək 7 ilə 8-in arasında yerləşir. Yəni öyle cavab olur burada. B variantı. Bunu bildik. Sonra keçirik 86-cı suala. İndi 86-cı suala baxırıq. Bir hekayə kitabının hər səhifəsinin 1/3 hissəsini şəkil təşkil edir. Çatdırıcı sualdır.
150 səhifəlik hekayə kitabının hansı hissəsi şəkillərdən təşkil olunur? Siz indi kimi belə hissə eşitmisiniz? 50 hissəsi. Belə bir hissə olmur da. Düzdür, hesablasaz 50-ni, 150-ni 3-də 1 vursa 50 eləyir, amma 50 hissəsi deyə bir şey yoxdur. 30 hissəsi deyə bir şey yoxdur. 1 hissəsi deyə bir şey də yoxdur. 3-də 1 hissəsi deyə bir şey var. Və sizdə 3-də 1 hissəsi deyə bir şey var. Ora gələndən sonra artıq başa düşürsünüz ki, bu hər səhifənin 3də 1-i şəkildirsə, bu 150 səhifə də olsa 150-nin 3də 1-i şəkil olacaq. Yəni 50 səhifə. Yəni 3də 1 hissəsi. Hissə olaraq isə 3də 1. Və ya 1000 də olsa yenə 3də 1. 1500 səhifə də olsa yenə 3də 1. Yəni 1500-ün 3də 1 şəkil olacaq da. Neçə səhifə olur olsun, onun 3də 1-i şəkildir. Yəni hissə soruşur deyə 3də 1 olur. Yəni onun heç bir aidiyyatı yoxdur. Yəni gözəl çaşdırıcı sualıdır. Sadəcə məntiqlə suala baxmaq lazım. İndi baxın 89. Demək dedik 89-cu suala baxırıq. 125-də 5 üzərində yazsın A, B, C vergül D olarsa A plus B çıxılsın C plus D deyir nəyə bərabər olar? Sadəcə standart toplama əməlidir də. İndi orada vergül var, vergül yoxdur. Yəni onun bir aidiyyatı da yoxdur. Vergülsüz elə baxa bilərsiniz. 5-dir. 5-in üzərinə nə gəlsə 4 eləyər. 9. 9 gəlirəm 1 yadda. 1, 5 eləyir 6. 6-nın üzərinə nə gəlsəm 4 eləyər. 8. Toplayıram 10-dan böyük olur deyə plus 1. 1, 2 topladım elədir 3. 3-ün üstünə nə gəlsəm 7 eləyər 4. Və sol tərəfə müsbət 1 keçmir də. Ona görə 1-in üstünə A gəldi 3 eləyib. A neçə olar? 2. Hamısını tapdıq. İndi A olur 2, B olur 4, C olur 8, D də olur 9. 2 plus 4 çıxılsın 8 plus 9. Toplamları bir toplaya bilərsiniz. Olacaq 15 çıxılsın 8. Bu da eləyir 7. Yəni cavab olur C variantı. İşarəli bir keçirik növbəti. Deyək ki 92-ci suala. Yenə eyni tip sualdır. 1-dən 2-də 1 çıxanda eləyir 2-də 1. 1-dən 3-də 1 çıxanda eləyir 3-də 2. Sonra 4-də 3, 5-də 4 bu formada gəlir. 18-də 17, 19-da 18, 20-də 19. Bu dəfə amma fikir versəz başqa cür. Yəni bu 2-dir. Başqa cür ixtisar gedir. Necə? Birincinin məxrəcinin ikincinin sürəti. İkincinin məxrəci üçüncünün sürəti. Yəni hər bir kəsir özündən sonrakının sürəti ilə ixtisar gedir. Yəni bu formada. Burada 17 var. Bu 17 ilə ixtisar gedir. 18, 18, 19, 19. Fikir versəz bir dənə birincinin sürəti, axırıncının məxrəci qalır. Yəni qalır 20-də 1. O da olur A variantı. Sonra 95-ə baxaq. Yəni sadə bir hesablamada əslində birinci bölək mənfi 50-ni mənfi 5-ə. Necə bölürük? 50-ni bölürsüz 5-ə. Yəni ədəd olan hissəni bir-birinə bölürsüz, rahat olsun deyə. Mənfiləri və ya müsbəti mənfiyə, mənfini müsbətə bölmək üçün rahat yoldur. 50-ni 5-ə bölürsüz, eləyir 10. Düzdür? Sonra ikisində də mənfi var. Yəni bu vurma və ya bölmə əməlində neçə mənfi iştirak edir? 2 dənə cüt sayda. Ancaq mənfilər müsbətdə yox. 2 dənə mənfi, yəni cüt sayda mənfilərdə iştirak edir deyə müsbət olmalıdır. Cüt sayda mənfi, yəni vurma bölmədən söhbət gedir. Olur müsbət. Demək müsbət 10 oldu. Vurulsun. 140-ı 20-yə bölürəm 7. Baxıram burada tək sayda mənfilərdə iştirak edib deyə bölmədə. O olacaq mənfi. Demək mənfi 7-yə vurmaq lazımdır. Yenə eyni məsələdir. Onu vurursunuz 7-yə. 70 vurmada tək sayda. Yəni bir dənə mənfi ədəd iştirak edib deyə mənfi qalır. Olur mənfi 70. ...96-da yenə həll eləməyə çalışaq. Sıra ilə gedirik də. 42-ni bölürəm 7-yə. Alınır 6. Sonra 6-nı mənfi 8-ə vuranda. Yenə 6-nı 8-ə vururam. 48. Və vurmada bir dənə mənfi ədəd iştirak edib. Tək sayda mənfi ədəd iştirak edib deyə olur mənfi 48. Aşağıda baxıram. 1 çıxılsın mənfi 6. Görəm 2 dənə çıxma var ardıcıl, düzdür? 2 dənə çıxma müsbət edir. Yəni mənfi 1 üzərinə yansın 6 plus 7. Mənfi 1 ilə 6-nı toplayanı nə edirik? Fərqli ədədlərdirsə, yəni fərqli işarəli ədədlərdirsə, bunları bir-birindən çıxırsınız, böyükdən kiçiyi. Məsələn 6-dan 1 çıxıram, qalır 5. Böyüyün
İşarəsini yazırsınız. Böyüyün işarəsi nədir? Müsbət. Demək 6-dan 1 çıxdım, qaldı 5. Böyüyün işarəsini yazdım. 5 ilə 7-ni toplayanda qalır 12. Sonra mənfi 48-i 12-yə bölmək üçün 48-i 12-yə bölürəm 4 və bir dənə mənfi ədəd iştirak edib deyə bölmədə olur mənfi 4. Digər tərəfə baxaq. 3 dəfə 5 15. 15-i vururam mənfi 6-ya. 15 dəfə 6 90. Bir dənə mənfi. Tək sayda mənfi ədəd iştirak edib deyə vurmada olur mənfi 90. Aşağıda baxıram. Birinci vurmadır. 4-ü vururam 15-ə. 60. 60-dan da 42 çıxırıq 18. 90-ı 18-ə bölürəm. 5. Bir dənə mənfi. Yəni tək sayda mənfi ədəd iştirak edib deyə bölmədə olur mənfi 5. Sonra mənfi 5-i mənfi 4-ə vururam. 4 dəfə 5 20. 2 dənə mənfi ədəd. Yəni cüt sayda mənfi ədəd iştirak edib deyə vurmada olacaq müsbət 20. O da görürsünüz hansı variantdadır? A variantında. 97-yə baxırıq. Görürük burada nə alınır. Demək 6-da 5 vurulsun. 6-da 4 vurulsun. 6-da 3 vurulsun. 6-da 2. Sonsuza qədər yazacağımı? Yox. Bir yerdə görəsiniz ki, niyə bunları yazırıq. Sonra vurulsun 6-da 1 vurulsun 6-da 0. Bura qədər kifayətdir. Bundan sonra da ancaq vura-vura gedir, düzdür? Yəni, hamısı vurmadır. Baxıram ki, 0-ı 6-ya bölündə nə edir? 0. Ondan sonra və ondan əvvəl neçə dənə ədəd olur olsun, fərqi yoxdur. Hamısı vurma olduğu üçün nəyə 0-a vurursunuz, vurun 0 qalır da. Yəni, buradakı 0 ədədi önündə, arxasında olan hər şeyi 0-a çevirir. Ona görə burada cavab olacaq D variantı. Sonra baxaq, deyək ki, 100-cü suala. Deyir, kəsri ixtisar eləyin. İndi bu kəsri ixtisar eləmək üçün birinci nə eləmək lazımdır? Bunların arasında toplama var. Ona görə bunu halda ixtisar eləmək olmur birbaşa. Başqa nə eləyə bilərik? Elə eləyə bilərik ki, burada ikisində də 201 var. Yuxarıda 201-i çıxarıram götürəcək xaricinə. 155 ilə 45 arasında qalır toplama. Olur 155 plus 45. Aşağıda da 20 qalıb öz yerində. 155 ilə 45 toplayanda olur 200. Demək olur 200 vurulsun 201. 200-dən də 201-i ixtisar edirəm. Bizdə burada nəsə qalır? 10. Sonra 201 də vurursunuz ona, olur 2010. Başqa cür elə vurub, toplayıb, sonra bölə də bilərdiniz. Ən pis ehtimal. Onsuz bizdən cavabı soruşur. Yəni, ixtisar edir, yazmağına baxmayın. Gəlir 101-ci suala. 25-i 4-ə böləndə. Biz sadəcə elə düşünürük ki, 25-i 4-ə böləndə nə alınır? Yəni, burada ciddi bir şey yoxdur. 25-i 4-ə böləndə nə alınır? Demək, 25-i bölürük 4-ə. Tam hissəsi alınır. Nə alınır demək tam hissəsi? 24 4-ə bölünür də 6 dəfə. Demək, A oldu 6. İndi B necə bizə lazımdır? Tam hissə 6-dırsa, bu olur 6-dan 4-də 1 də. Biz baxırıq ki, 4-də 1-i necə bu formaya gətirək. 4-də 1 nəyə bərabər olar? Baxıram ki, 6-nı artıq yazdım deyə altına silə bilərsiniz. 4-də 1 də burada BC-yə bərabərdir. 4-də 1 nəyə bərabərdir? 1 4-ə bölünür, yox. Bir dənə 0 yazıram. 10 4-ə bölünür, yox. Bir dənə 0 yazıram. 100 4-ə bölünür, hə. Edir 25. 25 yazırsınız. Burada 2 dənə 0 əlavə eləmişdim deyə burada da 2 dənə vergülü sürüşdürürsünüz. Bir dənə sürüşdürüsü buraya gəlir, ikinci sürüşdürüsü bu hissəyə gəlir. De olur 0,25. Yəni B-cənin yerində olur da 25. İndi A oldu 6. B oldu 2. C oldu 5. Sadəcə bunu hesablamalıyıq. Aşağıda 5 çıxılsın 1 olur 4. Yuxarıda da 6 çıxılsın mənfi 2. Deyə 2 dənə çıxma ardıcıl varsa bu müsbət edir. Demək olacaq 6 plus 2, o da olacaq 8. 8 də bölürük aşağıda 4-ə, qalır 2. O da olur C variantı. İndi onu da işarələdik. Sonra baxaq deyək ki, növbəti bir suala 103-ə. Yenə biz burada demişik ki, nəyə tapmaq lazımdır? Dövr eləyən hissəni. Bayaqki tip sualların biraz çətindir, amma yenə dövr eləyən hissəni tapmalıyıq. Baxıram ki, 2 üzərinə yansın məxrəcdə 3 sürətlə nəsə verilib. Sonra 2 çıxılsın məxrəcdə nəsə verilib, sürətdə başqa bir şey. Sonra yenə görsə təkrarlanır. 2 üzərinə yansın məxrəcdə 3, sürətdə 2 çıxılsın məxrəcdə 3. Yəni, bu hissə olur artıq bizim dövr hissəsi. Yəni, fikir versəz, eynidir. Bu hissə oldu bizim dövr hissəsi. Yəni, bunlar dayanmadan dövr edəcək. Onların birini götürürsünüz. Saxlayırsınız. Onsuz bu sonsuz saydadır da.
Yəni bundan sonra nə qədər davam edəcək? Sonsuz sayda. Buradan da götürsəz, yenə sonsuz sayda davam edir. Yəni demək, bu ümumi x-ə bərabərdirsə, bu hissəni biz çıxsaq, yuxarıdakı da yenə x-ə bərabər olur. Niyə? Sonsuz sayda olduğu üçün. Deyir ki, bu hissəni görməzdən gəlin, yuxarıdakı hissə yenə x-ə bərabər olur. Ona görə götürüb bu yuxarıdakı hissənin yerinə yenə yazıram x. Ondan sonrasını sadəcə hesablamaq lazımdır. Necə hesablaya bilərik? Baxıram ki, burada birinci 2 var. Bu 2-ni atıram x-in yanına. Demək, burada qalır məxrəcdə 3. Ya da elə buradan elə silib ataq da digər tərəf. Orada müsbət edir, burada olacaq mənfi. Olur x çıxılsın 2. Sonra burada məxrəcdə bölmə var 3. O 3-ü də silirəm, digər tərəfə keçirirəm. Burada olur vurma. Vurulsun 3. Sonra baxıram, burada 2 var. Nədir? Müsbətdir də. Bu 2-ni də keçirirəm, digər tərəf olacaq mənfi. Sonra görürəm məxrəcdə burada 3 var. Bu 3-ü də keçirirəm digər tərəfə, o da olur yenə vurma. Müsbət 3. Solda da qalıb yalnız mənfi x. Çünki fikir versəz, bu x-in qabağında mənfi işarəsi var. Solda qalıb mənfi x. Sağda qalıb. Demək, 3-ü vururam. X çıxılsın 2-yə. Yavaş-yavaş açaq da. 3x çıxılsın 6. Sonra çıxılsın 2. Vurulsun 3. Mənfi 6-dan mənfi 2 çıxanda. Nə edirsiniz? Eyni işarələrdir deyə toplayırsınız 6 ilə 2-ni. İşarəsi nədir? Mənfi 10 yazırsınız. Qalır mənfi 8. Demək, 3x çıxılsın 8. Bunu da mötərizasına nə edirsiniz? Mötərizanın xaricindəki ədədi daxilindəki hər bir ədədə vurursunuz. Demək, 3-ü 3x-ə vuranda 9x. 3-ü mənfi 8-ə vuranda nə edirdik? 3-ü vururdu 8-ə 24. Mənfi işarəsi qalırdı bir dənədir deyə. Mənfi 24. Demək, 9x çıxılsın 24. Mənfi x bərabərdir 9x çıxılsın 24. X-i gətirirəm bu tərəfə. 24-ü atıram digər tərəfə. Demək, burada sağda 9x vardı. X orada mənfidir. Bu yana yanında olur müsbət. Sol tərəf, burada mənfi 24 vardı. Keçməlidir sol tərəfə. Bərabərliyin əks tərəfinə keçəndə işarə də əksinə dəyişir. Bunu bir də aşağıdan yazaq. Demək, 24 mənfi idi. Keçdi digər tərəfə oldu müsbət 24. Bərabərdir. 9x hələ sağdadır. Və sağda qalıb deyə işimiz yoxdur. Mənfi x soldan sağa keçirdiyi olur müsbət. Demək, bərabər olur 10x-ə. Demək, 24 10x isə x bərabərdir 24 bölünsün 10. Yəni 2,4-ə. Demək, x olur 2,4. Bizə də x lazımdır da. X-in qiymətini soruşur. X olur 2,4. Yəni C variantı. İndi bildik, bunu da keçirik. 106-cı suala. Deyir, A vurulsun, B vurulsun, C 7 olarsa, bu ifadənin deyir, hasilini tapın. İndi burada baxırıq, nə edə bilərik? Bu A-dır, düzdür. Bunu ortaq məxrəc yox, daha doğrusu sürət və məxrəcini B ilə C-yə vurum. Niyə? Çünki A, B, C bilirəm də nəyə bərabərdir. Demək, sürət və məxrəcini B, C-yə vuranda yuxarıda qalır 2BC, aşağıda qalır ABC. ABC-nin hasılı nəyə bərabərdir? 7-yə. Silirəm, yerini yazıram 7. Demək, çıxılsın BC. 7-də 2BC-dən BC-ni çıxanda qalır mənfi 7-də 5BC. Sonra vurulsun. Burada da eyni işi görürəm. AC-yə vururam. Sürətdə qalır yenə ABC, yəni 7. Daha doğrusu məxrəcdə qalır ABC, yəni 7. Sürətdə qalır 3 vurulsun AC. Çıxılsın AC. 7-də 3 ADC-dən AC çıxanda qalır mənfi 7-də 4 AC. Bunu da digər tərəfə vururuq. Burada da AB-ni sürət və məxrəcə vururuq. Yəni bu AB-ni yox, özümüzdən. A və B-ni sürət və məxrəcə vururuq. Aşağıda qalır ABC, yəni 7. Yuxarıda qalır 4AB. Demək, 7-də 4AB-dən AB-ni çıxanda qalır 7-də, yəni mənfi 7-də 3 AB. Bunların hamısını vururuq bir-birinə. Bunların hamısını bir-birinə vuranda baxırsınız, 2 dənə A var, 2 dənə B var, 2 dənə C. Yəni A kvadrat vurulsun B kvadrat vurulsun C kvadrat. Belə olur. Və ya A vurulsun B vurulsun C-nin kvadratı. Bir də əmsallarını bir-birinə vuraq. Demək, 3-ünün də məxrəci 7-dir. Elir 7-nin kubu. Sürətdə də qalır mənfi 5, mənfi 4, mənfi 3. 3-ünü də bir-birinə vuranda elir 60 və 3 dənə. Tək sayda mənfi ədəd var deyə olur mənfi 60. İndi ondan sonra
ABC-nin kvadratı. ABC birisi nəyə bərabərdir? Hasil 7-yə. Yazıram 7-nin kvadratı burada var, 7-nin kubu məxrəcdə var. Bunlar ixtisar gedir. Məxrəcdə qalır 7. Deməli -60 bölünsün 7 olmalıdır. O da olur A variantı. Sonra 107-yə baxırıq. 107 olur 2-də 1, vurulsun 3-də 2, vurulsun 4-də 3. Buna oxşar bayaq sual işləmişdik də. Bu formada gedir, yuxarıda qalır. Məsələn 49-da 48, vurulsun 50-də 49. Nələr ixtisar gedir? Bu formada ixtisar aparırsınız. Birincinin məxrəci, ikincinin sürəti. İkincinin məxrəci, üçüncünün sürəti. Hamısı ixtisar gedir. Axırda qalır birincinin sürəti, sonuncunun məxrəci. Yəni 50-də 1. İndi bir dənə son 111-ə də baxaq və bugünlük videonu yekunlaşdıraq. 111-dir aşağıdakılardan hansı 8-ə 5 ilə 5-də 4 arasında yerləşir? Neyini siz ortaq məxrəci gətirirsiniz? Ortaq məxrəc burada nə ola bilər? 40. Əkovları 40-dır çünki. Ortaq məxrəci 40 gətirmək üçün bunu 5-ə vurmuşuqsa, bunu da 5-ə vururuq. 40-da 25. Demək buna baxırıq. 8-ə vurmuşamsa 8-ə vurmalıyam. 40-da 32. İndi 40-da 25 ilə 40-da 32-nin arasında nə yerləşir? 40-da 29 yerləşir də. Rahatlıqla cavab tapa bilirik ki, cavab nədir? A variantı. Ona A variantını işarələyirik və bununla da bugünlük izahımızın sonuna çatırıq. Sağ olun. Gələn izahlara dək.